Övladlığa götürmə yalnız bir uşağa ev, ailə deyil, ümumiyyətlə bir cəmiyyətə bir ümid bəxş etməkdir. Bu mənada xidmət, sosial sığınacaqlar, dövlət uşaq müəssisələrində yaşayan uşaqların sağlamlıq vəziyyətindən asılı olmayaraq müəssisədə deyil, məhz ailə mühitində böyüməsini təmin edir. Xidmət müəssisələrində yaşayan 18 yaşınadək əlilliyi müəyyən edilmiş və valideyn himayəsindən məhrum olmuş uşaqları da əhatə edir və onların müəssisədə kollektiv qayğı ilə deyil, ailədə fərqli qayğını almalarını, ailə dəyərlərini xatırlamalarını təmin edir. Xidmətin bütün mərhələlərində uşaq mənafeyi nəzərə alınır və bu əsasda əlilliyi müəyyən edilmiş uşaqlarla bağlı valideynlər təlimlərə cəlb edilirlər. Belə ki, qanunvericiliyə uyğun olaraq himayədar ailələrə xidmət ilə bağlı müddəti 30 gündən çox olmayaraq təlimlər həyata keçirilir. Bu təlimlərdə əlilliyi olan uşaqlarla bağlı mövzulara xüsusi yer ayrılmışdır. Belə ki, xüsusi qayğıya ehtiyacı olan uşaqların inkişaf xüsusiyyətləri, onların fərdi psixoloji xüsusiyyətləri, sağlamlıq vəziyyətinə, əlilliyi səbəb olan diaqnozuna, habelə ehtiyaclarına uyğun olaraq uşaqlara yanaşma ilə bağlı valideynlərlə müzakirələr aparılır, mövzulara dair valideynlərin hazırlıq səviyyəsi artırılır. Əlilliyin olmasının asılı olmayaraq hər bir uşağın ailə qayğısına ehtiyacın olması, fərdi qayğını hiss etməsi, habelə fərdi qayğı ilə təmin olunduqda onunla aparılan reabilitasiya işlərinin effektivliyinin daha yüksək olduğu ilə bağlı valideynlərə ətraflı məlumat verilir. Bildirmək istəyirik ki, uşağın əlilliyinin olması onun ailədə böyüməsi üçün bir maneə deyil, sadəcə uşağın sağlamlıq vəziyyətini əks etdirən bir məlumatdır. Xidmətin ən başlıca xüsusiyyətlərindən biri ailələrin bunu anlaması və əlilliyi olan valideyn himayəsindən məhrum olmuş 18 yaşınadək uşaqların xidmətə təmin edilməsidir. Stimullaşdırma məqsədi ilə əlilliyi müəyyən edilmiş bir uşağın övladlığa götürülməsi zamanı aylıq 600 manat məbləğində müavinət nəzərdə tutulmuşdur. Eyni zamanda 3 yaşdan yuxarı bir uşağın övladlığa götürülməsi zamanı aylıq 240 manat məbləğində müavinət nəzərdə tutulmuşdur.